Mənim bugün ailəm gəlir, sən də mənim ailəmin yanında olmalısan, o süfrədə oturmalısan. Az, mən gedirəm uşaqlara hədiyyə verməliyəm, mən vəzifəmi yerinə yetirməliyəm, mən işimin başında olmalıyam. Gedirəm mən. Sən də deyirəm özünə bir normal iş tapmadın da. O vaxt elə bacım deyirdi, gəl səni keçənlə evləndirə. Kül mənim başıma, ağlım olmadı. Az, keçənlə desən də yumurta döyüşdürür də. O yumurta döyüşdürə. Özünə maşın alıb, ferma açıb, evi var. Bir də özünə bax. Xizəkdən başqa heç nəyin yoxdur. Bizim də çörəyimiz xizəkdən çıxır da, ağayra. Gəlib özünə normal iş tapardın da. Heç olmasa xizəyə qoş taksiyə, taksabatlıq elə. Az, mənim xizəyimin ili köhnədir, taksiyə qoşanmıram. Özdə nəyi pisdir ki, xizəkdir də, sən aparam göyləri gəzdirirəm, yuxarı göylə gedirik. Sən nə denən ki, biz göylə gedirik. Yaxşı, olmur. Qulaq as, bir dənə söz deyim sənə. Papağım düşdü. Yaxşı oldu. Bu papaqla gəzməyi yığışdırmaya gərək evdə. Qulaq as. Mən çox üzr istəyirəm səndən, amma işimin başında olmalıyam. Mən getdim işə. Gedimi yeni il gəlməlidir. Mən olmasam yeni il gəlmir. Götürsən. Bax, sənə deyirəm. Sən əgər çıxıb getsən, mən səndən boşanacağım, çıxıb gedəcəm dədəmin xarabasına. Oy da, bu söz ilk dəfədir belə çox yerinə oturdu. Doğrudan sənin dədənin xarabası var. Xaraba deyir o.